Anonsunu etdiyimiz sujetimizi təqdim edirik. Qeyd elədiyimiz kimi son illər paytaxtda inşa olunan fərdi yaşayış evlərinin əksəriyyətinin çıxarışı yoxdur. Bu səbəbdəndir ki, bəzən bu evlər qaz, su və işıq üzünə həsrət qalır. Bəs gələcəkdə həmin evlər kommunikasiya xətləri ilə təmin edilə bilərmi? Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu'nun araşdırmasında. Hansı sənədlərin var? Bu evi Mahlerdən alınıbdır, vaxtı ilə bələdiyyə sənəti olubdur. Hara ki, müraciət eləyirsən, deyir qeyri-qanuni yaşayır. Bu şəxs kimi təkcə Bakı və ətraf qəsəbələrdə minlərlə şəxs tikdiyi fərdi evə qaz, su və işıq çəkdirmək üçün illərdir ki, həll yolu axtarır. Kəndə bilirdiniz ki, belə problemlə qarşılaşacaq. Xeyr, onu bilmirdim. Hal-hazırda qazla su varımızdır. Neçənci ildə çəkdir? İşıqadakı sənət istəyirlər, sənətdəki çıxarışdakı yoxumuzdur. Dəfələrlə qanunsuz tikililərə görə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıqlar edilir. Hətta tikilməsinə baxmayaraq belə təyinatlı evlərin söküntüsü də aparılır. Ancaq bu tədbirlərə baxmayaraq daha çox da kommunikasiya xətləri ala bilməyən belə evlər hazırda kənd təsərrüfatı təyinatlı torpaqlarda çoxluq təşkil edir. Ekspertlər bildirirlər ki, 2023-cü ilə qədər ilkin sənədlərlə tikilmiş evlərə yalnız sübut olunduğu halda, yəni aidiyyəti qurumlara sübut olunduğu halda kommunikasiya xətlərinin çəkilməsindən icazə almaq mümkündür. Lakin hazırda olduğumuz bu ərazidə əksər evlər 2023-cü ildən sonra tikilibsə, bəzi evlər 2015-ci ildən 2023-cü ilə qədər tikilən evlərdir ki, hansı ki, vətəndaşlar bu evlərə də kommunikasiya xətlərinin çəkilməsindən nail ola bilmirlər. Sənədsiz evlərə kommunikasiya xətlərinin çəkilməsinin qanunsuz olduğunu ya əvvəlcədən xəbərdar olurlar, ya da işbazların fırıldağının qurbanı olduqları üçün sonradan həlli mümkün olmayan problemlə üzə qalırlar. Bəs heç bir sənədi olmayan tikilmiş fərdi evlərin gələcəkdə kommunikasiya xətləri ilə təmin edilməsi mümkün ola bilərmi? Vətəndaş əgər hər hansısa bir formada öz mənzilini 2023-cü ildən əvvəlki tarixdə inşa etdiyini sübut edə bilərsə, bu halda aidiyyəti qurumlara müraciət edərək kommunikasiya çəkdirə bilər. Əgər vətəndaşa imtina gələrsə, həmin imtinadan məhkəməyə müraciət edərək məhkəmə qaydasında öz mənzilini bütün növ kommunikasiya xətləri təmin edə bilər. Əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ölkədə çıxarış olmadan tikilmiş fərdi evlərin əgər 2023-cü ilə qədər bütün növ kommunikasiya xətləri ilə təmin edilməsi mümkün idisə, artıq 3 ildən çoxdur ki, yeni qərarla çıxarışı olmayan fərdi yaşayış evləri inşa olunan zaman onlar heç bir halda kommunikasiya xətləri ilə təmin olunmur. Fərdi yaşayış evlərinin çıxarışları olması da onlar hər hansısa bir rəsmi dövlət qurumunun verdiyi sənəd üzərindən inşa olunub. Yəni bunlardan bir zamanlar kolxoz və sovxozlar tərəfindən, mənzil istismar idarələri tərəfindən, rayon icra hakimiyyəti və ən son olaraq 2000-ci ildən 2007-ci ilə qədər bələdiyyələrin ayırdığı qərar və sərəncam əsasında inşa olmuş fərdi yaşayış evləridir. Bu tip əmlaklar 2023-cü ilin oktyabr ayına qədər çıxarışları olmasa da belə bütün növ kommunikasiyalarla təmin olurdular. Lakin 2023-cü ilin oktyabr ayından sonra yeni qərara əsasən çıxarışı olmayan fərdi yaşayış evləri inşa olunan zaman onlar heç bir halda kommunikasiya xətləri təmin olmayacaq. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov da son illər tikilmiş və hazırda tikilməkdə olan çıxarışsız evlərin su, qaz və işıqla təmin edilməyəcəyi anonsunu vermişdi. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.